Əslində videonun açılışını başqa cür eləmək istirdim. Yəni hədəfim belə deyildi. O videoda bulvara gəldim ki, o UFC-də fanlar üçün təşkil olunan sahədə videonu çəkim və cümləm belə olsun ki, havadan yəqin ki, UFC Bakı kart analizi videosunun gəldiyini başa düşürsüz demək istirdim. Amma qismət olmadı. Gördüyünüz kimi Crescent Mall'un qabağındayam. Bulvardayım, başqa yerə getməyə axot olmadı, həm də gecədir. Hər nəysə, videomuz UFC Bakı kart analizidir. Kartın keçirilməsinə artıq çox az bir müddət qalıb. İndi hal-hazırda ayın 23-üdür, birazdan ayın 24 olacaq. 27 iyun isə artıq kart gerçəkləşəcək. Kartda Rafael Fiziyev, Nazim Sadiqov, Fərman Həsənov və Tahir Abdullayev olmaqla 4 Azərbaycanlı döyüşçümüz iştirak edəcək. Tahir və Fərman üçün bu UFC-də başlanğıcdır, yəni debut döyüşlərini edəcəklər. Düşünürəm ki, hər ikisi üçün çox uyğun rəqiblər verilib, çünki rəqiblərinin də UFC-də debut döyüşləri olacaq. Gecənin əsas döyüşünü isə belə deyək ki, təxmin olunduğu kimi Rafael Fiziyevə verilib. Yan-ana döyüşdə isə Shara Bullet Michael Pereira ilə döyüşəcək. Çox maraqlı kartdırmı desək, əlbəttə ki deyil, amma UFC kartını canlı izləmək, orada olmaq, o ab-havanı hiss eləmək düşünürəm ki, bir izləyici olaraq ən azından məni indidən çox həyəcanlandırır. Təsəvvür edin ki, 10 gün qabaq UFC Amerikada, Trump'ın evində, Ağ evdə keçirilirdi. 10 gün sonra indi isə Azərbaycanda bizim ölkəmizdədir. Nə qədər ölkələr var ki, əslində UFC olan ölkəsində keçirilsin çox istəyərdilər. Amma hələ ki o ölkələrdə UFC keçirilmir. Məsələn, qardaş ölkə Türkiyədə MMA idmanına diqqət və maraq günü-gündən çox artır həqiqətən də. Bir çox təşkilatlar var. Hətta təşkilatlar keçiriləndə UFC döyüşçülərini qonaq kimi dəvət edirlər və s. Yəni bu işin üstünə çox ciddi gedirlər. Və Türkiyəni təmsil edən döyüşçülər də UFC-də kifayət qədər var, yəni heç də az deyil. Məsələn, örnək olaraq gətirə bilərəm ki, Gürcüstandan hətta UFC-də nə qədər çempionlar var. Hətta demək olar ki, dünyanın ən şöhrətli döyüşçülərindən olan İlya Topuria da Gürcüstanlıdır. Merab Divalishvili çempion idi, o da Gürcüstanlıdır. Amma hələ də Gürcüstanda UFC keçirilməyib. Onlar bunun xəyalını qururlar bəlkə də. Hər nəsə, əsas o da bizim ölkəmizdə keçirilir və 2028-ci ilə qədər də keçiriləcək. Yəni bunun da adını çıxarmaq lazımdır. Bu arada Tahir Abdullayev'i bayaq gördüm. Otelin adını çəksəm reklam olar, çəkməyəcəm. Amma məncə hamı bilir, bu bulvara yaxın olan otel var, brend olan otel. Oranın çıxışındaydı, uşaqlarla şəkil çəkdirirdi. Daha narahat eləmək istəmədi. Bilmirəm, videoya yəqin ki baxmaz, indi başı qarışıq olar. Hər halda salamlayırıq və döyüşdə uğurlar arzulayırıq. Mənə elə gəlir ki, asanlıqla keçə biləcəyi rəqibdir. Ümid edirəm ki, yanlış təxmin eləmirəm. Bu arada təxmin demişkən, təbii ki, döyüşlərin təxmini haqqında danışacağam. İndi burada ayaq üstə durmuşam. Əslində yerim çox da rahat deyil. Bu ilk dəfədir, yəqin ki, bundan sonralar üçün daha yaxşısı olacaq. Gecənin əsas döyüşü dediyim kimi Rafael Fiziyev'dir. Rafael Fiziyev'in rəqibi isə Meksikalı Manuel Torres olacaq. Döyüşdə ən maraqlı tərəf odur ki, hər iki tərəf ancaq ayaq üstə döyüşür demək olar ki, yəni güləşməyi sevmirlər və bazı məktəb idman növləri də birində kickboksdur, digərində isə Muay Thai'dir. Ona görə biz çox qanlı bir döyüş izləyəcəyik. Qan demək də, yəni MMA-də maraq deməkdir. Bu arada qan demişkən, videolar biraz gec-gec gəlir. Yəni demək olar ki, mənim son fürsətim idi. Bu araya sıxışdırdım ki, videonu çatdırmaq lazımdır. Biraz qanımızın qarı olan vaxtlarıdır, amma ümid edirəm hər şey yaxşı olar. Bu arada əgər kanal fəaliyyətini bəyənirsinizsə, videolarımızı bəyənib, kanala abunə olaraq bizə dəstək ola bilərsiniz. Hər nəsə uzatmadan videoya keçək. Rafael Fiziyev əslində kifayət qədər elit səviyyəli döyüşçüdür. Yəni daim top 5-də ola biləcək döyüşçü olub, həmişə çox maraqlı döyüşlər göstərib. Özünün də dediyi kimi, onun üçün təbii ki, qələbə də önəmlidir, amma qələbədən də daha vacibi maraqlı döyüş göstərmək, yəni qəfəsdə olmağın haqqını verməkdir, belə deyək ki. Rəqibi də həmçinin elədir. Adamın 17 qələbəsi var və 17 qələbəsinin 16-sını birinci raundda bitirib. Təsəvvür edirsiniz bu nə deməkdir? Yəni bu adamda demək olar ki, 100%lik bitiricilik var. Yəni başqa söhbət yoxdur. Ancaq birinci raundu gözləyir ki, yəni birinci raundda qalib gəlsin. Rafael Fiziyev əslində knockoutlıq döyüşləri olub, amma əsasən xal hesabı ilə bitir döyüşləri. Mən deməzdim ki, ona görədir ki, Rafael Fiziyevin belə deyək ki, knockoutlıq gücü daha azdır. Sadəcə olaraq Rafael Fiziyev
UFC-də daha az döyüş keçirməsinə baxmayaraq, demək olar ki, döyüşlərinin hər birini çox elit səviyyə idmançılara qarşı keçirib və bu da təbii ki, o deməkdir ki, qarşınızdakı insan da yəni kifayət qədər güclüdür və sizin onu nokaut etməyiniz o qədər də asan məsələ olmur. Justin Gaethje ilə 2 dəfə döyüşüb. İkisində də məğlub olsa belə, məsələn, Justin Gaethje hasar verməyi bacarıb, yəni onu zədələməyi bacarıb və 3 raund onun qarşısında belə deyək ki, dillərə dastan olacaq döyüş göstərib. Hətta Justin Gaethje son döyüşündə, yəni 38 yaşı var bu adamın, yəni o bəlkə də bəziləri vaxtının keçdiyini düşünürdü. Rafael Fiziev çempion ola bilməyəcək, hətta Justin Gaethje-ni belə keçə bilmir deyə düşünənlər də var idi bəlkə də. Biz həmin vaxtlar da analiz çəkmişdik və Gaethje uduzacağını demişdik. Əslində burada bir qədər oyun planı və döyüş ağlı ortaya girir. Fikirləşirəm ki, əgər Rafael Fiziev doğru oyun planı qurarsa, UFC-dəki hər kəslə döyüşə bilər. Yəni belə deyək ki, striker, üslublu döyüşçülərdən gedir söhbət. Nəyə görə? Çünki bazası güləş, BJJ olan döyüşçülərlə başa çıxmaq bir qədər çətin məsələdir. Rafael Fiziev bildiyimiz kimi UFC-yə biraz belə deyək ki, gec illərdə daxil olub. Yəni o əsasən Muay Thai vuruşub deyə indi bu dəqiqə UFC-də ən seçilən strikerlərdəndir, amma güləşini və grapplingini bir o qədər belə deyək ki, həm yoxlamayıb, həm də fikirləşirəm ki, bazası güləş olan idmançılara qarşı çox da uğurlu ola bilməz. Amma məsəl üçün ayaq üstə döyüşən döyüşlərə qarşı mənə elə gəlir ki, hər birinə qarşı öz sözünü deyə bilər, öz gücünü göstərə bilər. Çünki kifayət qədər güclüdür, çox sürətlidir, reaksiyaları çox güclüdür. Məsələn, Bakıda Ignacio Bahamendeslə döyüşürdü. Ignacio Bahamendesin təpiklərinə qarşı verdiyi müdafiə vardı, hansı ki ona spikerlər də Matrix bənzətməsi etmişlər. Yəni ümumiyyətlə Rafael Fiziev çox yadda qalan, ağılda qalıcı idmançılardandır. Təəssüflər olsun ki, bir qədər ardıcıl məğlubiyyətlər olub. Məğlubiyyət demişkən son döyüşünü Mauricio Ruffiyə qarşı keçirib, ikinci raundda isə təsadüfi bir zərbə ilə deyərdim ki, nokaut oldu. Çünki ümumiyyətlə Rafael Fizievin ümumi olaraq döyüşünü izlə, tarixçəsinə bax, elədiklərinə bax. Fikirləşərsən ki, bu adam demək olar ki, nokaut olmağı mümkün deyil. Qarşısına kim çıxsa kifayət qədər yaxşı döyüş göstərər. Amma Mauricio Ruffi ilə döyüşdə mən ümumiyyətlə Rafael Fizievin döyüşünü sanki Fizievin döyüşü deyilmiş kimi izlədim. Yəni birinci raundda da çox pasiv döyüşürdü. Hər halda biz arxa planı bilmirik. Orada qəfəsdə döyüşənlər olardı, amma mən bir izləyici kimi fikrimi bildirirəm. Mənə doğrudan da biraz qaranlıq qalmışdı Rafael Fizievin performansı. Məsələn, o döyüşü ümumi olaraq beynimdə canlandıranda fikirləşirəm ki, yəni ki, dəqiq demək olmur artıq Manuel Torresə qarşı necə bir döyüş göstərəcək. Çünki Torresdə nokaut etməyə alışmış bir orqanizması var. Yəni bu adam yumruğu, zərbəni elə inazla atır ki, yəni qarşısındakı insan aşsın. Yəni bunu artıq dəfələrlə edib. Demək olar ki, karyerasını dediyim kimi bir döyüşündən əlavə bütün döyüşlərini bu cür bitirən bir adamdır. Ona görə məsələn belə deyək ki, %99-a yaxın dəqiq deyəcəyim bir şey var ki, yəni çox uzatmayaq. Rafael Fiziev əgər bu döyüşü xal hesabına apararsa, yəni belə deyək ki, nokaut olmasa bu döyüşün qalibi olacaq deyə düşünürəm. Bu hardasa %99 bir ehtimaldır. Amma ümumi olaraq da %70 Rafael Fizievin bu döyüşdə qalib olacağını inanıram. Yan ana döyüş Shara Bullet Magomedovun döyüşüdür. Fikirləşirəm ki, Bakıya gələn ən məşhur hal-hazırda döyüşçü odur, UFC döyüşlərindən biri odur. Yəni kütləmiz daha çox onları tanıyır. Shara Magomedov pirat rəqəbli döyüşçüdür, bir gözü görmədiyinə görə. Dezavantaja avantaja çevirib desə yeridir. Rəqibi isə Michael Pereira'dır. Əslində UFC-də çox təcrübəli bir idmançılardandır. Çox reklamı yoxdur. Yəni sabiq UFC izləyicisi deyilsənsə bu idmançını tanımırsan. Ona görə yəqin ki, ilk baxışdan hər kəs düşünür ki, Shara Magomedov açıq üstünlüklə qələbə qazanacaq, amma bu belə deyil. Yəni Michael Pereira kifayət qədər təcrübəli və güclü döyüşçüdür. Braziliya kökənli olmasından da bəllidir ki, adam həm nokautu, striker bacarıqlarını kənara qoysaq, başı dara sıxışanda, yəni çətinə düşəndə döyüşü yerə aparmağı, hətta submissionla döyüş bitirməyi də bacarır. Shara üçün təhlükə ola bilərmi? Əlbəttə ola bilər. Sharanın hazırlıq prosesindən çox şey asılıdır. Çünki bu adam Michael Venom Page-ə qarşı göstərdiyi döyüşdə 3 round sadəcə step elədi. Yəni ayaqlarla iş gördü, başqa heç nə eləmədi. Ona görə də döyüşü məğlub oldu. Düşünmürəm ki, Shara Magomedov bu döyüşdə açıq-aydın, yəni favorit döyüşçüdür. Michael Pereira kifayət qədər təhlükəli döyüşçüdür və belə də Sharanın başı bəlaya girə bilər. Amma %65'lik şansla Sharanın bu döyüşdə qalib gələcəyini düşünürəm.
Nəyə görə onu da deyim. Yəqin ki, yorumlarda fikrinizi bildirəcəksiniz ki, niyə görə belə düşünürsən? Çünki Michael Pereira 14 dəfə məğlub olub. Bu da o deməkdir ki, yəni Michael Pereira'nı məğlub etməyin 14-dən çox üsulu var. Və Şara yəqin ki, bunların üzərində çalışıb və bu üsullardan biri ilə yəqin ki, Pereira'nı bitirməyi bacaracaq. Kartdakı bütün döyüşlər haqqında danışmaq istəyərdim, amma danışmayacağam. Çünki marağımı seçməyən döyüşlər də var. Nazim Sadiqov Mateus Camilo ilə qarşılaşacaq. Həm yerlimizin qalib olacağını düşünürəm. Abdurrahman Yaxeyev Julius Walker ilə qarşılaşacaq. Asan qələbə qazanacağını düşünürəm. Çünki fikrimcə uyğun rəqib deyillər. Bundan başqa təbii ki, marağımdadır. Həm Tahir Abdullayevin, həm Fərman Həsənovun döyüşünü olduqca maraqla izləmək istəyirəm. Amma döyüş təxmini eləyə bilməyəcəm. Çox qaranlıq məqamlar var. Ümid edirəm ki və çox arzuyuram ki, qəfəsdən qələbə ilə ayrılarlar və hər birimizi sevindirməyi bacararlar. Bu arada qismət olsa canlı orada olacaq, izləyəcəyik. Kimlər gedəcək, kimlər getməyəcək, yorumlarda fikirlərinizi bildirməyi unutmayın. Və bitirmədən də deyim, xatırlatma edeyim ki, əgər kanal fəaliyyətini bəyənirsinizsə, videolarımızı bəyənib kanala abunə olaraq bizə dəstək ola bilərsiniz.